Herkese salam, kanalıma və yeni bir vloguma xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Necəsiz? Mənim dəyərli izləyicilərim, yeni gələn izləyicilər, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Yeni bir vloga başlayıram. Səhər tezdən durmuşam, xeyli iş görmüşəm. Sizə çox az bir qismini çəkdim. Çünki tez-tez görməliydim işlərimi. Ortalığı yığışdırdım, axşamdan divanın üstü qalmışdı oyuncaqlarla. Bir də onu götürə bilməmişdim. Elə bilmişəm yığmışam divanın üstünə, amma elə qoymuşam, Ömərlə birlikdə yuxuya qalmışam. Elə sübh namazdan sonra demək olar ki, oyaq edim. Özüm çox səs eləmədim ki, Ömər tez durmasın, uşaq biraz yatsın. Belə ortalığı yığışdırdım, oyuncaq falan belə şeylər vardı ortaqda. Onları sergiyə saldım. Mətbəxim təmiz idi. Axşamdan mətbəxi həmişə səliqəli qoyuram. Heç vaxt dağınıq ya qab-qaşıq ortalıqda heç vaxt qoyub yatmamışıq. Heç atamın evində də elə şeylər eləməmişik. Çünki dağınıq evdə ruzu da olmur. Mütləq təmiz olmaq lazımdır. Ona görə axşamdan bütün işləri qoyub səhmana salanda səhər-səhər biraz daha rahat olur. Belə qızlar, indi gedim səhər yeməyini hazırlayım. Birinci Öməri durğuzum, üstü başını dəyişim uşağın. Rahatlaşdırım ki, otursun, hazırlayayım yeməyi. Ondan sonra nə etsəm çəkəcəm. Bugün biraz çölə də çıxmaq istəyirik. İndi bilmirəm, baxaq görək necə olur. Yayda elə bil ki, adam evdə oturanda elə bilirsən ki, günün boşa gedir. Elə istəyirsən ki, harasa çıxmaq. Heç olmasa park belə olsa bir çıxıb biraz oturmaq istəyirsən. Sonra deyirsən ki, demək olar ki, ilin uzun bir müddəti qış olur. Adam sanki darıxır da isti hava üçün də. Deyirsən ki, biz isti havadan da yararlanaq. Nə qədər kondisioner havası olar. Belə, heç nə. Bu günə şükür, min şükür. Hər anımıza, hər saniyəmizə məlumat verdim. Vlogun girişində təxmin nələr edəcəm. İnşallah ki, gününüz sizin də xoş keçər. Buradan izləyicilərimdən yaxınları xəstə olanlar var. Şəxsidə mənə yazanlar var. YouTube'da da yazanlar var. Hər kəsin xəstəsinə ilk öncə şifa diləyirəm. Rəbbimdən bu yeni açan gündə hər birimizə bərəkət diləyirəm. Ömrünüzə bərəkət, evinizə bərəkət, ruzunuzə bərəkət diləyirəm. Amma ən önəmlisi hər zaman dua edərkən birinci ömrünüzə bərəkət diləyin. Ömrünüz bərəkətli olsun, sağlıqlı olsun. Ondan sonra digər bərəkət də dalıcı gəlir inşallah ki. Belə. Allaha əmanət olun hər biriniz, mənə yazan, yaxınları xəstə olan dəyərli bacılarım, hər biriniz yaxınlarınızla birlikdə Allaha əmanət olun. Kimin indi məni izləyirsə, nə çətinliyi varsa, o çətinliklərinizin həll olması üçün, tez zamanda rahatla çıxmanız üçün, müşkül işlərinizin asanlaşması üçün hər birimizə içdən dua edirəm. Rəbbim asanlaşdırsın, Rəbbim xeyirlisini və asandını nəsib etsin sizlərə inşallah. Əmin deyək birlikdə. Bir də yazan xanımlardan var, övlad arzulayanlar. Onlara da inşallah ki, xeyirlisidirsə Rəbbimdən evlərindən körpə səsi, körpə gülüşü səsi gəlsin inşallah. Bunu diləyirəm. Məryəm surəsində Allah Teala deyir ki, mən ol desəm olacaq. Heç bir şeyə yəni gərək yoxdur. Səbəbsiz yerə belə hər hansısa bir şeyə ol desə ola bilər. Ona görə də Məryəm surəsində Rəbbimizə buyurduğu kimi bir ol deməsini diləyək Rəbbimdən. Əgər xeyirlidirsə, əgər bizə faydası varsa, istər övladın, istər o malın, mülkün, xeyirlisi sizə nəsib olsun inşallah hər birinizə dəyərli bacılar. İnşallah. Başlayaq günümüzə. Ya Allah deyək. Bismillah. Başladım səhər yeməyini hazırlamağa. Yumurtaları falan qoydum bir şey. İndi çay dəmləyəcəm qəşəng. Biraz salat da doğradım. Pendir, şor, yağ. Dəli, nəyə baxırsan oğlum? Yumurtaya. Yumurta oradadır bax, qaynayır. İstəyirsən qalxıb buradan baxa bilərsən. Hə. Belə pişsin. Ananın ürəyi. Ən sevdiyi də hə Ömərin yumurta. Ömər salam ver xalalarına, hər kəsə salam. Ama bir de yumurta. Yaxşı. Denə hər kəsə salam. Bir tane de çörek koy. Baş üstə bir dənə çörək yanına qoyacağam. İndi deyirəm nə xalalara salam. Sən var salam. Bu böyüklər xalalar bu böyük belə zarafatçılıqlar olur. Nələr görəcəyik bizələr. Bizələr nələr görəcəyik səylər. Çox zarafatçıl oğlan olur. Hə Ömər.
Evin də ora sənin. Ana təmizləyib, pol təmizdir. Pol tutam ki, bir gün siləcəmsə, qoymuram da belə yerə sürülsün. İndi oturur, ona görə baxırım belə ki, nə çox demədi, oturma. Hə, indi ged otur orada, əyləş ağıllı-ağıllı. 1, 2, 3, əla. Aha, baxaq. Neymiş? Hə, hə. Bir aşkı Bura. Hey. Hə, hara baxım? Hə, baxıram. Aha. Ha, все, молодец. Bir metlaqların üstünü banacaq indi xalalar. Özünü bacılara göstərir, qaqışlara göstərir Ömər, hə? Maşallah sənə. Maşallah. Dinən maşallah, bütün bəbələrə maşallah olsun. De? Dinən bütün bəbələrə maşallah olsun. Ağalı balam. Uy. Belə qızlar, heç nə. Bir dəqiqə çay da dəmləyim. Çay da dəmləyək. Yeməyimizi yeyə bilərik inşallah. Yeyək, sonra nə etsən çəkərəm. Çalışacağım ki, bugün də vlog halına gətirim. Deyək, burada biraz su var. Al, iç bunu, yemək hazır olur, verirəm də oğlum. Biraz səbirli ol. İnsan səbirli olar da. Çay dəmləyək. Heç nəsiz dəmləyəcəm, sadə qara çayla. Hərdən adam kəklikotdan falan da bezirir. Bəzən çox ard-arda içəndə, sizdə də elədir qızlar. Ard-arda içəndə şey oluram, ki ürəyim bulanır. Mən gəlindən içirəm hərdən bir qızlar, xoşum gəlir. Sizi bilmirəm, amma mən xoşlayıram. Su doğru. Yaxşı baş üstə verirəm deyən. Özü bu kəllə qəndi xoşlayıram, üstü belə parıldayan. Belə. Buna da bir dənə çırpım. Belə. Bezlə də çırpacağım. Beyzadə oğlumun suyunu vereyim. Kakraz deyil, qaynadı termopotumuzda. Sofradan çörəyə götür. Sən suyunu. Elhamdülillah hazır oldu səhər yeməyimiz. Deyirəm ki, 5 dəqiqə yemək yemək üçün adamın neçə dəqiqə və yaxud neçə saat vaxtı gedir. Buna da şükür qazanana, gətirənə, hazırlayana, yiyənə, hər kəsə can sağlığı. Belə. Yığışdırdım süfrəni qızlar. Keçdim indi yeməyimi hazırlamağa. Demək bugün göbələyim var idi evdə. O gün saç pişirmişdik. O göbələkdən qalmışdı. Hardasa 7-8 dənə göbələk qalmışdı. Dedim mən bunu nə edim? Əvvəl yoldaşım dedi ki, bəlkə onu qaymaqlı belə sote eləyirlər, elə bir şey et. Amma nə yalan deyim, mən heç çox yeməmişəm göbələyi elə. Dedim ki, indi onu eləyərəm. Birdən Ömər xoşlamaz, ya mən xoşlamaram, ya sən biraz o qaymaq mövzusuna qarşı biz biraz həssasıq. O qədər öyrəşmişik ki, ya sarküflü olsun, ya da yemək tomatlı olsun, yəni tomat soslu olsun və ya pomidor soslu olsun. Nəsə bu qaymağa mən ağız dadım elə bilirəm ki, uymaz. Heç yeməmişəm. Belə, amma bir dəfə Ömər evdə olmayanda bişirəcəm. İndi dedim ki, qoy riskə getməyim. Çünki başqa yemək yoxdur. Bunu bişirəcəm. Bir cür yemək bişirəcəm. Sonra uşaq ac qalar. Biz xoşumuza gəlməsə də yeyərik birdən, uşaq ac qalar. Siz necə xoşlayırsınız qızlar göbələkli yeməkləri? Ümumiyyətcə göbələk qaymaqla necə dadır? Yazarsınız kommentlərə. Təxmini azdan çoxdan bilirsiniz də ki, mən bəyənərəm, bəyənmərəm. Yazarsınız tamını mənə. Dedim kartof, soğan, bir də göbələk. Bir yerdə bunları qovurum hələlik. Belə. Üzərində də biraz yumurta, 1-2 ədəd yumurta sındıraram. Yeyərik qəşəng. Çünki bugün də pişirməsəydim bu göbələklər xarab olacaqdı. Belə. Bir də qızlar, mən bilirsiniz necə sevirəm göbələyi. O ki, kabab eləyəndə setkanın üzərinə qoyurlar, içərisinə biraz duz səpirlər, biraz quyruq yağı əlavə eləyirlər. O cızbız kimi olur, çox dadlı olur da. Yəni yeməmsinizsə elə hazırlayın. Bilirəm çox adam elə hazırlayıb yeyib. Amma hətta danışanda belə ürəyim istədi. Yəni onun dadını çox bəyənirəm. O da atam mənə yəni ki öyrədib elə yeməyi göbələyi. Çox bəyənirəm elə. Belə. Elə də yoldaşım çox sevmir tamını, amma mən çox sevirəm. İnşallah bu dəfə yenə kabab eləyəndə deyirəm ki, biraz 1-2 dənə mənim üçün atarıq setkanın üstünə, elə də yeyərik. Ömərə də baxım görüm
idizdirə bilərəmmi, xoşuna gələ bilərmi? Ümumiyyətcə düzdür, çox da məlumatım da yoxdur. Uşaqlara olarmı göbələk, olmazmı? Məncə meşədən yığılan göbələk risklidir. Bilmirəm indi. Yenə də doğru mu etdim, yanlış mı etdim? Uşağa da verdim. Amma bəyəndi. Yəni çox belə ürəyə getmədi uşağın yeməkdən ötürü. Belə bəzi yeməklər var ki, deyir, maması çox sağ ol, belə 100 dəfə sağ ol deyir. Belə çox da belə bəyənmədi göbələk, amma yəni heç də yeməməzlik eləmədi də, yedi. İndi bilmirəm, kababını versəm xoşuna gələ bilərmi? Belə. Qızlar, ani bir qərarla evdən çıxmaq qərarına gəldik. Keçən səfər sizə göstərmişdim. Yeni aldığım donumu geyindim. Bilmirəm hara gedirik, amma gedirik. Belə. Bu donumu sizə göstərmişdim ha, keçən vlog. Gündür krasovkalarından qəşəng qalır. Neysə, bu şahmeran taxmaq istəyirəm. Bu da dolaşıb. Dolaşıb, inşallah indi bunu düzəldim, taxacağım. Burada Ömərin çantasını götürdüm. Adaptörümü götürüm. Suyunu götürdüm Ömərin. Pərdəni bağladım. Özümüzün də belə bir suyumuz var idi. Dünən almışdıq, içməmişik bunları. Qalıb. Burada sizin reklam ola bilərdi. Nəysə, gedək. Burada suyunu götürdüm. Şahmeranı da maşında düzəldərəm. Sizi buraya yerləşdirim bir dəqiqə. Pəncərədən baxmalıdır o da. Hansı yola qədər baxırsan pəncərədən, denən? Hansı yola qədər? Yola baxaram. Ana yola çıxana qədər. Yola çatanda baxaram. Yola çıxana qədər. Gəldik parka, Ömər biraz burası sevsin. Burada elə qaranlıqdır ki, bir oyun meydançasının ortasına bir projektdən falan da qoşmayıblar. Nə mənə şeydir ki, 5-10 manatlıq günəş lap paneli ilə işləyən. Ömər, gəl. Ömərin hızına çata bilmirəm, hızına. Davay, Ömər. Bir istidir ki. Sürüş baxım Ömər, sürüş. Ömər, ata səninlə oynayır Ömər. Ömər, yıxılarsan tut. Ay Allah, action deyib uşağı. Gəlmişik pizza-mizzaya. Hara gəlmişik Ömər? Patatesa. Pizza-mizzaya gəldik. Acıdıq, gəzdik, acıdıq. Qızlar, dəhşət ağacı qanat var, sizə deyim. Parklarda da dəhşət ağacı qanat var idi. Biz gəzdirdik Öməri. Sonra sıkıyorum. Bak. Biz heç uzağa getməyək. Evimizin yanında rahatın sağ tərəfində var, 24 saat pizza-mizza işləyir. Evimizə yəni az qalmış da yolda, ana yolda. Ən yaxşısı elə buradır valla. Sakit şeydir, adam yoxdur. Hər yerdə insan qaynayır. Axşam vaxtı cəmaət çıxır da küçəyə bacaya ki, səhər günəşli olur deyə hava. İstirahət olmur da. Mən də ki, çox adam olan yer xoşlamıram. Belə ki, meyimiz gəlsin, iş eləyək, yeriz məlum. Ömərə də belə şarik verdilər, hə Ömər? Ömər, niyə nənə girdə qalmadın? Qalmırsan? Mama ilə gir. Baba yox idi. Baba yox idi, qalmadın. Baban istəyirdi. Hə? Baba olanda qəşə oynayır sənlə. Nənə də qəşə oynayır da, nənə sizə qəşə yeməklər pişirir. Qalmırsan baba girdə. Mama ilə istəyirsən getmək. Hə, darıxırsan. Hə, bildim. Yaxşı. Onda elə belə oturmağa gedərik nənəgilə. Hə? Çay içməyə. Hə? Amma bu gün yox ha, bu gün gecdir. Bax, qaranlıqdır. Nənə ucu yatıb. İndi evə gedirik. Qəşəng maşınlarımızdan çiməcəyik balam. Hə? Sürünmüsən bütün parka yenə bu gün. Yaxşı. Nənəyə öpücük yolla. Elə nənəyə mıçılı. O işinə qurban. Baban da elə, baban da. Bəs baba? Ay sağ ol.
O nədir? Pendirlidir. Ha? Pendirdir ana qurban. Bacılar, akşamınız xeyir olsun. Biz gəldik evə çıxdıq. Bu arada bacımız tənbəlləşib. Neçə vaxtdır şirinlər pişirmir. Tez-tez evdə şirinlər pişirən bacımız tənbəlləşib. Nə üçün pişirmirəm? Pişirirəm. Bu səfər özüm də dözmürəm, yeyirəm ona görə. Nəysə, yoldan belə şeylər aldıq. Nə deyirlər buna? Vafli. Əslində mən bunun kilo ilə olanını alıram. O yaxşı sərf edir onda. Amma daha kilo ilə olanı yox idi marketdə. Hələlik bunlardan aldım. İran mağazasında var kilo ilə olanı. O sərf edir qızlar. İndi inşallah İran mağazasına gedəcəm. Biz yəni hamı kimi də maaşdan maaşa daha dərindən belə alışveriş edirik. İnşallah İran mağazasına gedəndə çəkəcəm sizin üçün. Geçen oradan alırıq şirinlikləri. Belə. Bir tane də belə bir şey getirdik. Nədir bunlardan? Bundan bir tane götürdük. Çox doğrayıb çox qoyanda hamısı yeyilir. Az yeyə kökəlməyin. Yoldaşıma qorxusu yox deyil, mənə qorxusu var. Biraz yiyirəm, sırazı kökəlirim. Belə çay qəşəng hazırlayayım, deyirəm içeyim. İçək daha doğrusu hamımız bir yerdə. Həyətdə. Qəşəng. Niyə gülürsən? Niyə gülürsən? Şekerparım. Kızlar, videomu burada tamamlayıram. Eğer beğendiğiniz bir vlog olduysa dostlarınızla bölüşmeyi ve bana abone olup yorum yazarak destek olmayı unutmayın. Hələlik.